Allahın adıyla və yadı ilə. Salam arz edirəm məclisdə əyləşən böyük ustadlara, yeri gəlmişdən təşəkkür edirəm Azərbaycan Mədəniyyət Ocağının qurucularından, işçilərindən, müdürlərindən ki, belə bir gözəl, görkəmli toplumu yaraldıqlar, öz dərin minnətdarlığımı bildirirəm. İki dənə ustadın əzizləmə və ağırlamaq mərasimində danışmaq mənim üçün böyük bir fəxrdir. Döktür Feyzullahi və Döktür Ayrımlı və mən bunların qabağında və işlərinin və kitablarının və izlərinin qabağında saygıyla baş əyirəm və əllərindən öpürəm. Sağ olasınız, var olasınız. Mən də bir Azərbaycan Türk oğlu olaraq öz mədəniyyətimizə qələmimlə çalışıram. Axı mən belə düşünürəm ki, biz neçə müddətdir dalı qalmışıq. Bu dalı qalmaq nədən ola bilər? Çoxlu düşünməkdən sonra bura gəlib çatmışam ki, biz tərsə düşüncələrin içində yaşayırıq. Əgər biz tərsə düşüncələrdən qurtulmasaq, bir dənə milli düşüncəyə çatmasaq, elə bizim vəziyyətimiz bu olacaqdır ki, olacaqdır. Amma milli düşüncə hardan düzələ bilər, nə ilə yarana bilər? O bir məktəbin içindən çıxa bilər. Siz görürsünüz ki, birdən liberalismidir, kapitalismidir, bunlar çox güclüdürlər, gəlirlər qabağa. Buna görədilər ki, bunlar məktəbdirlər. Yəni məktəbin də içində həm ulum-i dəqiqə var, həm qeyri-dəqiqə var. Bunların içində fəlsəfə var, hikmət var, əxlaq var, irfan var, ədəbiyyat var, mimari var, musiqi var, hər şey var. Bunlar əl-ələ verib bir dənə harmonini yaraldanda, bir dənə məktəb düzəlir. Da o məktəb gəlir milli düşüncəni yaraldır, da o milləti ki, o milli düşüncəyə bağlı olur, onu anlatmaq olmur. O əsasda milli düşüncənin böyük qaynaqları fəlsəfədən başlayır. Biz Azərbaycanda fərqli fəlsəfəmiz olubdur. Axı fəlsəfə elmlərin anaları olubdur. Bütün elmlər ona bağlı olubdur. Yəni bizim dünya görəvimiz, bizim Tanrıya baxışımız, təbiətə baxışımız və özümüzə baxışımız və öz münasibətimiz digər insanlarla baxışı bu fəlsəfə bizə yaralda bilər. Ona görə mən milli fəlsəfədən danışıram, milli fəlsəfədən yazıram. Farabinin düşüncəsini ortalığa qoyub, onun Mədinə-i Faziləsindən, onun utopiyasından, onun Qızıl Almanın mərifəti təməllərindən ki, Türk ora çatmalıdır, oradan qələm vurub və danışıb. Təkcə o kafi olmayacaqdır, biz milli hikmətimizdən də danışırıq. Axı hikmət bizə tədbiri mənzili öyrədir, hikmət bizə iqtisadi öyrədir, hikmət bizə müdiriyyəti öyrədir. Orada da Qutadğı Bilik 6645 beytidə Yusif Balasağonlunun əsərindən yazırıq və ondan şərh edirik. Təkcə o deyir. Biz Ustad Təbəvi yaxşı buyurdular ki, o hoviyyətdə və kimlikdə kimliyin 5 müəllifəsi olaraq ki, biri dildir, ikincisi dindir, üçüncüsü tarixdir, dördüncüsü coğrafiyadır və beşincisi kültürdür, həman törədir və dəbdir. Biz öz dinimizə, o milli dinimizə də sahib olmalıyıq. Yəni o da İslamdır. Milli İslamdan danışırıq ki, şubi, qolçaq və istimari İslamdan çox fərqlidir. Bu İslamın içində təsamuh var, təsahül var və Türk bu İslamdan ayrılsa 1400 il tarixinin üstünə xət çəkir. O İslam gəlib Türkə bir şərafət bağışlayıb ki, bir əlində Qur'an, bir əlində qılınc gedib Avropanı fəth edibdir. Bəs milli
İslamımızdan da danışırıq. Dördüncü bəhsi ki, mən aşmışam və o seçənbələr gedir qabağa, o sanal fəzada gedir, milli hökmdarlıqdır. Ustad Yaxçı buyurdular ki, bizim tariximiz qondarmadır. Bütün kitablara ki, əl atırsan, orada cəhliyyat çıxır eşiyə. Yəni, şuubiyə gəlib bütün yalan, qondarma şeyləri doldurub kitabların içinə, bu kitabları da pompaj edib bizim danışqahların içinə və oradan da bizim uşaqlarımız ki, eğitim, öyrətim alırlar, bütün cəhliyyatı öyrənirlər. Ləhəstanın içində danışqədə cəhli vardı. Yəni, hər kim yaxçı cəhli eləsə, ona yaxçı nömrələr verirlər. O kitabların içindən arınlatmaq və milli tariximiz və Qacara yenidən baxmaq ki, bizim bu uşaqlarımız özləri yeni dünya ilə barışıblar, modernitəni bunlar qəbul ediblər, məşrutəni özləri qəbul ediblər, qüdrəti iki yerə bölüblər. Həm Tehranda saxlayıblar, həm Təbrizdə saxlayıblar və Təbrizi bu ünvanı Darüssəltənə tanıyıblar, Təbrizi bu ünvanı bir dənə məktəb tanıyıblar. Bu da bizim o milli hökmdarlıq bəhslərində gedir. Təkcə bu deyil, biz milli irfanımızdan da danışırıq. Milli irfan şaman düşüncəsindən başlayır. Burada Döktür Feyzullahı Yaxçı şəhər elədi. Şamanlar ağacı kəsməmişdən qabaq ondan icazə alırdılar. Yəni, bütün təbiətdə olan o şuuru bunlar ələ gətirirlər ki, Mevlana demişkən, cümlə əcza-i cəhan əndər nəhən ba to میگویند روزان و şəban ما سمیعیم و بصیریم و خوشیم با شما نامəhرəman ما خاموشیم. Bu tək-tək əcza ki vardı təbiətdə bunlar danışırdılar. Şamanlar bunları kəşf edib, naxoş ruhları dərman edirdilər. O bizim irfanımız oradan başlayır, Anatoli bəxşindən gəlir və nəfsin fəaliləşməsinə fikirləşir. Farsi, şubi, məcusi irfandan ki, təhqir nəfsidir və riyazətdir. Məsələn, inəyin fuzulatı ilə gəlib nirvanaya çatır. Bundan çox fərqli bir irfan vardı. Pəs bu da bizim milli irfanımızdır ki, bunun zirvəsində gəlir Şəms-i Mevlana əyləşir. Siz görürsünüz ki, birdən Şəms Mevlananı görməmişdən qabaq, o Həduddin Kirmani ki, şubi və farsi mütəsəvvifəsinin bir başçısı olaraq onu görür, orada görür ki, bunlar oğlanlarla əyləşib deyirlər ki, biz istirik bunlarla Allaha yetişək gözəllərinə. Şəms deyir, axı bu nə işləyirsən görürsən, əgər dönbəl bər qəfanədari kira mahra در آسمان nəbin. Biz vasitə qəbul eləmən ibadətdə. Vasitə-i feyz bizə lazımdır, biz müstəqimən onunla irtibat qoymalıyıq. Ona görə bizim dədə-baba ikimizdə məsəl vardı ki, 12 imama yalvarınca bir Allaha yalvarcına. Əgər şubi, farsi və məcusi irfanlarında unsur şəfaət gücü gəlir meydana, türk düşüncəsində belə yoxdur. Müstəqimən bu Tanrı ilə bilgiyə keçir. Pənşənbələr biz Təbriz məktəbindən danışırıq və yazırıq bunları. Bəlkə də indi 20-30 məqaləyə keçibdir Telegramda. Təbriz məktəbi Həratın, Xurasanın və Bəğdadın bunların cəmindən düzəlibdir. Təbriz məktəbi Darüssəltənə olubdur. Təbriz məktəbi dədə-baba məsələlərimizdə belə gəlir ki, deyirlər ki, hər kim Təbrizə gələndə, New York'dan da gələsən, Washington'dan da gələsən, gəlir, Təbrizli soruşur ondan ki, sən hansı kətdən gəlibsən? Deyir, baba, mən New York'dan gəlmişəm, mən Washington'dan. Deyir, yox, mən istəyəm soruşam, sən hansı kətdən gəlibsən? Hansı kət? Əgər bu cümləyə biz diqqətlə qulaq assaq, mənisi budur ki, Təbriz deyir, neçə dəfən mən başkənd olmuşam, tarixi yaratmışam, paytaxt olmuşam, hegemoni və hökmdarlıq mənə yetişər, sənə yetişməz. Bu məsəl Təbriz məktəbindən qaynaqlanıb və eşiyə çıxa bilər. Ona görə bizim bəhslərimiz Türk, İslam və müasirlik bir dənə müsəlləsdən düzəlir. Bir müsəlləsə qarşı gedir. O müsəlləsə qarşı demək olar şubiyənin müsəlləsidir ki, yaraldı. Anti-İslam, anti-ərəb və anti-Türk adında. Və biz belə təşxisə çatmışıq ki, bu yol eləyə bilər bizim çıxış yolumuz olsun. Bu yol eləyə bilər bizim
qurtuluş yolumuz olsun. Bu yol eləyə bilər bir haqq yolu olsun. Sağ olasın.